Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Deməli, İmam Əbu Bakır Əl-İsmaili Rahiməhullah növbəti mövzu olaraq, bu mövzuda iman mövzusuna bağlıdır. Ümumiyyətlə, bu mövzular, son keçdiyimiz mövzular iman və küfr mövzuları adlanır. Əqidədə iman və küfr mövzuları adlanır. Ona görə fikir verdiniz, birinci İmam Rahiməhullah gətirdi ki, imanın tərifi nədir? Əməl imandandır, iman artır, azalır. Sonra keçdi böyük günah sahibinin hökmünə, sonra keçdi namaz qılmayanın hökmünə. İndi bu mövzu ilə əlaqəli sonuncu mövzudur, bəhsdir. O da imanla İslam arasında olan fərq. Yəni, məsələn, biz deyəndə ki, iman və ya deyəndə ki, İslam və ya deyəndə ki, müsəlman və ya mömin. Bu terminlər arasında fərq var ya yoxdur. Yoxsa bunlar eynidir. Buna deyirlər ki, iman və İslam arasında fərqin olub-olmaması. Bu mövzuya toxunur və bu mövzu əhl-i sünnə alimləri arasında ixtilaflı məsələdir. Bəzi alimlər mütləq olaraq deyiblər ki, iman və İslam məfhumu eynidir. Aralarında fərq yoxdur. İman deyəndə İslam, İslam deyəndə iman nəzərdə tutulur. Məsələn, deyirsən ki, ya eyyuhəl-ləzīnə əmənu, ey iman edənlər, ya eyyuhəl-mü'minun, ey möminlər. Müsəlmanlar bura girmir, bu xitaba daxil olur. Ya eyyuhəl-mü'minun, ey möminlər, və qəbul edirik ki, bura müsəlmanlar da daxil oldu. Deməli, onda elə çıxdı ki, elə möminlə müsəlman eynidir. Əgər deyirsənsə ki, ey möminlər, müsəlmanlar da bura daxildirsə, deməli, mənası budur. Bu birinci rəydir. Bəzi alimlər deyiblər ki, iman və İslam eyni mənadadır. Məsələn, Əbu Bakır Əl-Mərvasi, İmam Buxar Rahiməhullah və qeyrilər bu rəydə olublar. Və bəzi alimlər isə bunun tam əksinə mütləq olaraq deyiblər ki, iman və İslam məfhumları ayrıdır. Və bəzi alimlər isə bu məsələdə orta yol tutublar, təfsilata gediblər və hər üç rəy də əhl-i sünnə alimlərinin rəyidir. Və İmam Rahiməhullah buyurur ki, وَقَالَ كَثِيرٌ مِنْهُمْ əhl-i sünnə alimlərindən çoxsu belə deyib ki, İnnəl iman qovlun və əməl vəl-İslam fi'lu mə furidə aləl-insan ən yef'alə. İman dedikdə söz və əməl nəzərdə tutulur. Yəni, qəlbin etiqadı və həmçinin qəlbin əməlləri. Amma İslam deyəndə nə nəzərdə tutulur? Fi'lu mə furidə aləl-insan ən yef'alə. İnsanın üzərinə etməsi fərz olan, vacib olan əməllərin edilməsi. Yəni, bir növ iman deyəndə zahiri ibadət, batini ibadətlər, iman deyəndə, yəni etiqad. İslam deyəndə isə zahiri ibadətlər nəzərdə tutulur. Bu birinci rəydir. Və İmam Rahiməhullah buyurur ki, bu haçan baş verir? Yəni, nə zaman iman və İslam məfhumu bir-birlərindən ayrılır, o zaman ki, İzə zükira kullismin alə hidəti məzmunən iləl-əxar. Əgər bu iki kəlmə bir cümlədə, bir siyaqda ayrı-ayrı kəlmələr olaraq işlənsə, məsələn, bir cümlə gəlir, məsələn, bir ayədir, bir hədisdir, eyni ayənin, eyni hədisin içində görürsən ki, Allah Azza və Cəllə və ya Rasulu həm iman ləfzini işlədir, həm də İslam. Yəni, iman və İslam ləfzləri bir cümlə içərisində, bir siyaqda işlənsə, o zaman mənaları ayrı olur. Əl-mü'minun vəl-muslimun cəmi'an əv mufradeyni uridə bi əhədihimə ma'nə ləm yurad bil-əxar. Yəni, bu halda
müsəlmanla mömin kəlmələrinin hərəsinin özünə xas mənası olur. Müsəlman deyəndə mömin, mömin deyəndə müsəlman nəzərdə tutulmur. Və in zukira ahadul ismeyn şəmiləl kullə və amməhum. Və əgər o iki isimdən, yəni mömin və müsəlman ləfslərindən biri zikr edilsə, o zaman digərini də öz içinə alır. Yəni İmam Rahimullah nə demək istəyir? Demək istəyir ki, müxtəsər olaraq qayda budur ki, İzə ictəmə'a iftəraqa və izə iftəraqa ictəmə'a. Yəni əgər birləşsələr ayrılacaqlar. Ayrılsalar birləşəcəklər. Yəni əgər İslam və iman ləfsləri bir cümlədə birləşsələr mənaları ayrılacaq. Yox, ayrı-ayrılıqda gəlsə, o zaman mənaları birləşəcək. Məsələn, bir ayədir və ya bir hədisdir, iman ləfsi gəlib, İslam da ora daxildir. İslam ləfsi gəlib, iman da ora daxildir. Amma bir ayədə, bir hədisdə hər ikisi gəlsə, hərəsinin öz mənası var. Aydın oldu? Hərəsinin öz mənası var deyəndə nə nəzərdə tutulur? Yəni, iman deyəndə etiqad, İslam deyəndə zahiri ibadətlər. Və bunun da ən bariz dəlili Cəbrail hədisidir. Yəni, o alimlər ki, deyiblər, İslam və iman bir-birlərindən ayrıdır mənaları. Onların ən əsas dəlilləri, bir çox dəlillər var Quran və sünnədə. Və o dəlillərdən birisi, ən bariz dəlil Cəbrail hədisidir. Çünki Cəbrail hədisi açıq aydın göstərir ki, İslam və iman məfhumları ayrıdır. Ayrı olmasaydı Allah Rasulü ayırmazdı. Çünki Peyğəmbər Cəbrail əleyhissalam gəlib Allah Rasulundan birinci nəyi soruşur? İman nədir? Sonra İslam nədir? Sonra ihsan nədir? Hələm cavabı qoyaq kənara, Cəbrail əleyhissalamın bu formada imanı İslamdan ayırması dəlildir ki, imanla İslam ayrı-ayrıdır. Və Allah Rasulunun cavabına baxanda İmam Əbu Bakır rahimehullahın qeyd etdiyini görürük. Çünki Allah Rasulü Cəbrail soruşanda ki, iman nədir? İman necə tərif etdi? Allaha, mələklərə, rasullara, axirətə, qədərə, kitablara iman. Yəni batini etiqad, qəlbin etiqadı. Amma deyəndə ki, İslam nədir? İslam şəhadət, namaz, zəkat, oruc, həc, zahiri ibadətlər. Fikir verdiniz, bu hədisdə iman ləfsi ilə İslam ləfsi bir yerdə gəldi ya yox? Yoxsa ayrı-ayrı gəldi? Bir yerdə gəldi. Bir hədisdədir. Bir hədisdədir. Bir hədisdə, yəni eyni vaxtda Cəbrail aleyhissalam həm imanı soruşur, həm İslamı. Eyni yerdə gəlib. Qayda nə deyirdi? Eyni yerdə gəlsələr mənaları nə olacaq? Ayrı olacaq. Necə ki, Allah subhanahu wa ta'ala ayədə buyurur ki, İnnəl muslimin vəl muslimat vəl müminin vəl müminat. Həqiqətən müsəlman kişi və qadınlar, mömin kişi və qadınlar. Bir ayədə. Deməli, bu ayə dəlildir ki, möminlə müsəlman arasında, yəni İslamla iman vəsfi arasında fərq var. Fərq olmasaydı Allah Azza və Cəllə bu cür ayırmazdı. Həm kişi və qadın olaraq ayırır, həm də müsəlman və mömin olaraq. Ayə fikir verin. İnnəl muslimin vəl muslimat vəl müminin vəl müminat. Mömin kişi, qadınlar, müsəlman kişi və qadınlar. Deməli, müsəlmanlarla möminlər ayrıdır. İslam və iman məfhumları ayrıdır. Və bu ayədə İslamla iman, muslimlə mümin bir yerdə gəldi. Deməli, mənaları ayrıdır. Ayrı olmasaydı, Allah Azza və Cəllə birini zikr etməklə kifayətlənərdi. Aydındır. Ona görə qayda olaraq belədir ki, yəni bu iman, İslam və ihsan, yəni muslim, mümin və muhsin. Bunların içərisində dairəsi ən geniş olan hansıdır? İslam, İslam dairəsi. İslam dairəsi ən geniş olandır. Ondan biraz dar olan mümin,
Yəni iman dairəsi və sonra ehsan dairəsi. Yəni bu o deməkdir ki, hər muhsin mömin və müsəlmandır. Amma hər mömin müsəlmandır, amma muhsin deyil. Hər müsəlman isə mömin və muhsin deyil. Ona görə bu ayəni müəllif sonra zikr edəcək. Qalətil a'rabu əmənnə. Bədəvi ərəblər dedilər ki, biz iman etdik. Qul ləm tu'minu. Onlara de ki, siz iman etmədiniz. Vələkin qulu əsləmnə. Deyin ki, biz təslim olduq. Vələmmə yədxulil iman fi qulubikum. İman hələm sizin qəlbinizə daxil olmayıb. Yəni, bədəvi ərəblər deyirdilər ki, biz möminik. Allah Rasulü, Allah Azza və Cəllə Rasuluna əmr edir ki, onlara de ki, siz hələ mömin deyilsiniz. Çünki iman tam şirinliyi ilə sizin qəlbinizə daxil olmuyor. Vələkin qulu əsləmnə. Deyin ki, biz təslim olduq, müsəlman olmuşuq. Və bu ayə də dəlildir ki, deməli, iman və İslam məfhumları bir-birlərindən ayrıdır. Və ona görə bu məsələ də iman mövzusu ilə əlaqəli bir məsələdir. İmanda istisna etmək. Yəni, məsələn, deyəndə ki, sən möminsən, cavab nədir? Məsələn, sual versəm ki, sən möminsən, qardaşdan soruşdum. Cavab nə olacaq? Qardaşdan soruşuram. Necə? Hə. Məsələn, mən sual versəm ki, sən möminsən, cavab budur ki, düzgün cavab. Aha. İndi sual versəm ki, sən cənnətliysən, afərin. Deməli, necə ki, bunu sahabə belə demişdi. Biri sahabə soruşanda ki, sən möminsən, dedi ki, bəli. Çünki murciyələr buna deyirlər, bu mövzu imanda istisna. Nə üçün deyiblər imanda istisna? Çünki düzgün cavab budur ki, deyəsən ki, inşallah möminəm. İnşallah, əgər Allah istəsə, yəni sən sanki nə edirsən? İstisna edirsən. Öz nəfsini təskiyə etmirsən. Öz nəfsini pakə çıxarmır. Çünki demək ki, mən möminəm, yəni mən cənnətliyəm. Ona görə sual veriləndə ki, sən möminsən, düzgün cavab nədir? İnşallah. Düzgün cavab budur. Amma murciyələr bunu qəbul etmirlər. Murciyələr deyirlər ki, imanda istisna etmək sanki imanda şəkk etməkdir. Yəni, əgər mən deyirəmsə ki, inşallah möminəm, yəni Allah istəsə, mən Allaha iman etmişəm. Yox, burada onu deyən onu qəsd etmir axı. Çünki iman dairəsi İslam dairəsindən daha genişdir. Ona görə sahabə deyəndə ki, sən möminsən, cavab verən dedi ki, bəli. Sonra soruşdu ki, sən cənnətliysən, dedi ki, inşallah. Dedi, necə ki, ikincini Allaha həvalə etdi, birincini də Allaha həvalə etdi. Dedi ki, inşallah mən möminəm. Amma indi sual versəm ki, məsələn, Müzəffərə, sən müsəlmansan, bəli yoxsa inşallah? Bəli. Deyirsən ki, əlhamdülillah, mən müsəlmanam. Fikir verin. Deməli, imanda istisna edirik, amma İslamda istisna etmirik. Niyə? Çünki imanda istisna etmək mümkündür. Yəni, inşallah mən möminəm. İstisna edirsən, çünki bir insan mömin olmasa, yəni iman dairəsindən çıxıb, İslam dairəsinə düşür. Müsəlmandır. Amma deyəndə ki, sən müsəlmansan, deyir ki, bəli, mən müsəlmanam. Cəzm etməlidir, qəti deməlidir. Əlhamdülillah, mən müsəlmanam. Çünki İslam dairəsindən o tərəfi küfürdür. Müsəlman deyilsə, deməli, kafirdir. Amma mömin deyilsə, müsəlmandır. Bunu nə üçün zikr etdi? Bu özü də dəlildir ki, bu qayda, əhl-sünnədə olan bu qayda, iman və İslam məfhumları bir-birlərindən ayrıdır. Ayrı olmasaydı, istisnada, imanda istisna edirik, İslamda yox. Bu dəlildir ki, deməli, imanla İslam bir-birlərindən ayrıdır. Ona görə Allah subhanahu və teala buyurur ki, məsələn, İnnəməl mu'minunəl-ləzīnə izə zukirallahu vəcilət qulubuhum. Möminlər o kəslərdir ki, Allahın adı zikr olunanda onların qəlbləri titriyər. Və bu qəbildən olan ayələrə baxın, bu ayələrin hamısı belə başlayır. İnnəməl mu'minun. Həqiqətən möminlər. Həqiqi iman sahibləri.
Bu göstərir ki, hər müsəlman mömin deyil. Yəni, mömin və müsəlman və İslam iman vəsifləri arasında fərq var. Və sonra İmam Rahimullah buyurur ki, və bəzi alimlər isə belə deyiblər. Deyiblər ki, əl-İslam vəl-iman vahid. İslam və iman eyni şeydir. İman deyəndə İslam, İslam deyəndə iman nəzərdə tutulur. Və bunlar da bəzi dəlillərdən tutunublar. Məsələn, bu ayə kimi. Əl-İmran surəsi 85-ci ayə. İmam Rahimullah özü bu ayəni gətirir. Fəqalallahu azza və cəl وَمَنْ يَبْتَغِ غَيْرَ الْإِسْلَامِ دِينًا فَلَنْ يُقْبَلَ مِنْهُ وَهُوَ فِي الْآخِرَةِ مِنَ الْخَاسِرِينَ. Allah azza və cəllə buyurur ki, kim İslamdan başqa bir din axtarsa, bu ondan qəbul olunmayacaq. Və sonra İmam Rahimullah buyurur ki, فَلَوْ أَنَّ الْإِيمَانَ غَيْرُهُ لَمْ يُقْبَلْ. Yəni, ayə nə deyir? Ayə deyir ki, kim İslamdan başqa bir din axtarsa, yəni İslamdan başqa, bu ondan qəbul olunacaq? Yox. Bu ayə nə üçün dəlil gətiriblər? Deyiblər ki, əgər iman İslamdan başqa bir şey olsaydı, onda ayənin mənası budur ki, ayə deyir ki, Allah İslamdan başqasını qəbul etməz. Deməli, Allah imanı qəbul etməyəcək. Çünki iman İslamdan başqadır axı. Əgər imanla İslama ayırırıqsa. Ona görə deyiblər ki, biz məcburuq deməyə ki, imanla İslam nədir? Eynidir. Yəni, Allah İslamdan başqa, yəni həqiqi imandan başqa heç bir din qəbul etməyəcək. Deməli, imanla İslam eynidir. Amma əslində bu doğrudan da mı buna dəlildir? Yəni, bu ayə doğrudan da mı dəlildir ki, imanla İslam eynidir? Yox. Niyə? Çünki biz qayda olaraq dedik ki, əgər İslam və iman kəlmələri bir ayədə, bir hədisdə tək gəlsə, digərini də içinə alır. Burada onsuz da Allah subhanahu və teala İslam kəlməsini tək zikr edib, tək. Tək zikr edibsə, iman məfhumu da bura daxildir. Çünki imansız İslam olmur, İslamsız da iman. Bu məlumdur. Və sonra bunu deyən alimlər hansı ayəni dəlil gətiriblər? Əz-Zariyyat surəsi 35-ci ayəni. Allah subhanahu və teala buyurur ki, فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ. Biz orada olan möminləri o kənddən çıxartdıq. Orada olan möminləri, söhbət bu ayədə Lut əleyhissalamın qövmindən gedir. Yəni Allah subhanahu və teala bildirir ki, o əzab gəlməmişdən qabaq فَأَخْرَجْنَا مَنْ كَانَ فِيهَا مِنَ الْمُؤْمِنِينَ. Biz o kənddə olan möminləri oradan çıxartdıq. Kimləri? Möminləri. Lut əleyhissalam və onun qızları, möminlər. Və sonra buyurur ki, فَمَا وَجَدْنَ فِيهَا غَيْرَ بَيْتٍ مِنَ الْمُسْلِمِينَ. Orada bir evdən başqa müsəlman tapmadıq. Birinci ayədə buyurur ki, kənddə olan möminləri çıxartdıq və orada bir evdən başqa müsəlman ev tapmadıq. Aydındır. Bu ayəni dəlil gətiriblər ki, yəni bu ayə dəlildir ki, mömin və müsəlman eynidir. Niyə? Çünki Allah azze və cəllə birinci buyurur ki, o kənddə olan möminləri çıxartdıq. Sonra buyurur ki, o kənddə bir evdən başqa müsəlman tapmadıq. Elə həmin ev kimin evi idi? Lut əleyhissalamın. Hansı ev? Allah azze və cəllənin müsəlman olaraq vəsf elədiyi ev. Amma ondan öncəki ayədə buyurur ki, o kənddə olan möminləri çıxartdıq. Deməli, elə İslamla iman, müsəlmanla mömin eynidir. Yəni, bir növ sinonim gəlib burada. Buna o alimlər bir neçə yöndən cavab veriblər. O cavablardan birisi budur ki, deyiblər ki, əslində burada çox incə bir məsələ var. Nə üçün Allah subhanahu və teala birinci buyurur ki, biz o kənddə bir evdən başqa müsəlman tapmadıq, müsəlman ev. Müsəlman deyir. Yəni evə, yəni müsəlman ev. Amma çıxanlara gələndə, kənddən çıxanları deyir möminlər. Müsəlman demir. Çünki o evdə Lut əleyhissalamın zövcəsi də yaşayırdı. Və o zahirdə Lut əleyhissalamın dinində görünsə də, həqiqətdə onun dinində deyildi, xain idi, xəyanət etmişdi.
zahirdə Lut əleyhissalamın zövcəsi o evin əhlindən sayılırdı ya yox? Sayılırdı. Zahirən sayılırsa, həqiqətdə mömin deyil, amma müsəlmandır. Ona görə Allah subhanahu wa ta'ala həmin evi İslamla, müsəlman ev kimi vəsifləndirdi. Amma Lut əleyhissalamın zövcəsi o əzabdan qurtulub kənddən çıxanlardan idi, yoxsa Lut əleyhissalamla onun qızları çıxmışdı. Ona görə çıxanlar barədə dedi ki, möminləri. Əslində bu ayədə Allah azza və cəllə mömin və müsəlmanı eyni mənada işlətdi, yoxsa ayırdı? Əslində ayırdı. Aydındır. Və başqa cavablar da var. Əl-mühim, yəni bu çox yəni ciddi ixtilaf deyil. Amma daha doğru olan budur ki, necə ki sonra İmam Rahimullah o ayəni qeyd edir. Bayaq qeyd elədiyim ayəni. Qalətil a'rabu əmənnə, bədəvi ərəblər dedilər ki, biz iman etdik. Qul ləm tu'minu və lakin qul əsləmnə. Deməyin ki, biz iman etdik. Deyin ki, biz təslim olduq. Çünki hələm iman sizin qəlbinizə daxil olmuyor. Bu ayədə də Allah subhanahu wa ta'ala İslam və imanı bir siyaqda, bir ayədə qeyd edir və bir-birlərindən ayırır. Və doğru olan da budur ki, bu məsələdə təfsilatı getmək lazımdır. Biz demirik ki, iman və İslam eyni mənadadır və demirik ki, iman və İslam ayrıdır. Deyirik ki, əgər bir yerdə gələndə mənaları ayrı-ayrı olur. Dəlillərini qeyd elədik. Aydındır? Ayrı-ayrılıqda gələndə isə biri digərinin də mənasını içinə alır. Əgər mən deyirəmsə ki, ey möminlər, o demək deyil ki, bu xitaba müsəlmanlar daxil olmur. Yox, daxil olur. Aydın oldu? Belə. Və doğrusunu Allah bilir. Və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.